Salam, hörmətli izləyicilər. Qasıq yırtığı problemi əksərən oğlanlarda, kişilərdə rast gəlinir və bu, əgər xəstə gənc yaşlı oğlandırsa, ailə qurmayıbsa, əməliyyat olunan zaman mütləq və mütləq laparoskopik yöntəmi seçməyini tövsiyə edirəm. Sual edə bilərsiniz ki, niyə? Ona görə ki, qasıq yırtığının açıq yöntəmində kəsik aparılaraq qasıq kanalı açılır və toxum ciyəsi elementləri çıxarılır, əməliyyat sahəsindən uzaqlaşdırılır və s. Və setka istifadə etdiyimiz anda, düzdür, biz setkanın üzərində bir keçid buraxırıq ki, həmin elementlər sıxılmasın, amma bəzən orqanizmin özünün xarakterindən asılı olaraq çapıq əmələ gətirməyə meyilli olur. Bu çapıq əmələ gəldiyi zaman həmin toxum daşıyıcı elementlər yaranmış çapıqdan dolayı sıxıla bilər. Açıq üsuldan olan çapıqlarıdır. Bu isə 5 gün öncə bizim əməliyyat yerimizin izləridir. 3-5 gündən sonra demək olar ki, iz qalmayacaq. Artıq hiss olunması belə çox çətindir. Yəni, bununla müqayisə olunduqda özünüz qiymət verərsiniz. Xəstəmiz necədir? Hər şey qaydasındadır, super. Sağ olun. Əgər xayaya gedən arteriya həmin çapığın daxilində sıxılarsa, xayanın inkişafının qarşısını almış olur və xaya kiçilməsi müşahidə oluna bilər. Toxum daşıyıcı axacaq sıxılarsa, əmələ gəlmiş spermatozoidlərin xaricə axını ləngimiş olacaq və ləngidikdə həmin spermatozoidlər orqanizmin daxilində ləngidiyi üçün temperaturun yüksəlməsindən dolayı öləcəklər. Bir şeyi vurğulamaq istəyirəm ki, orqanizmin bədən temperaturu hər kəsin bildiyi kimi təxminən 36-16 və yaxud 37 deyək temperaturdursa, xayalıqda isə 35 dərəcədir. Allah təala bunu yaratmaqda məqsədi həmin xayalıqda yaranan spermatozoidlərin pıxtalaşaraq ölməsinin qarşısını almağa yönəlmiş bir tədbirdir və bu ideal yaradıcılıq nəticəsində bir patologiya müşahidə olunarsa, onda qeyd etdiyim kimi həmin insanların mayalandırma qabiliyyəti aşağı düşmüş olur. Çünki yırtıq zamanı qarındaxili orqanlar toxum ciyəsi vasitəsilə xayalığa enir. Xayalığa enən bağırsaqların temperaturu və ya piyliyin temperaturu 37 dərəcə olduğu üçün xayalıqda temperatur qalxır, normal bədən temperaturuna çatmış olur. Belə olan təqdirdə həmin tərəfdə olan xayalıq pıxtalaşır və yaranmış spermatozoidlər pıxtalaşdığı üçün mayalandırma qabiliyyəti aşağı olur. Bu səbəbdən də belə tipli gənc oğlanların mayalandırma qabiliyyəti aşağı ola bilər və uşaq əmələ gətirməkdə əziyyət çəkmiş ola bilərlər. Və bunlar olmasınlar deyə valideynlərə və həmin övladlara səslənirəm ki, əgər siz qasıq yırtığından əməliyyat olunmaq zərurəti qarşısında qalmısınızsa, o halda mütləq və mütləq laparoskopik yöntəmi seçin. Çünki laparoskopik yöntəm zamanı biz qeyd etdiyim elementlərin üzərində oynamırıq və onlar heç bir istifadə olunan setka tordan dolayı sıxıla bilmir. Çünki onlar onun altında qalır laparoskopik yöntəmdə. Amma açıq yöntəmdə isə xüsusi dəlik biz tərəfindən yaradılır ki, onlar sıxılmasınlar. Amma biz nə qədər yaradıcı olmuş olsaq da belə Allah Taala'nın yaratdığının eynisini yarada bilmərik və bu insanlarda problemlər yaşana bilər. Amma laparoskopik yöntəmdə bu problemlər ümumiyyətlə yaşanmır. Ona görə sizdə və yaxınlarınızda qasıq yırtığı ilə bağlı problemlər varsa, onu icra edə bilən həkimi tanıyırsınızsa və o həkimə öz sağlamlığınıza etibar edirsinizsə, o halda laparoskopik yöntəmə müraciət edin. Mövzu ilə bağlı suallarınız varsa, buyurun videonun altından qeyd edin. Mən Doktor Ramil Nadirov sizin suallarınızı cavablandıracağım.